Düzdür, bilirəm. Bu 30 saniyə sizə çox sıxıcı gəldi. Amma mən düz 11 ildir ki, bu qaranlıqdayam. İnsanlar dünyanı gözləri ilə görür. Mən isə həyatı səslərlə tanıdım. Mən göy üzünün rəngini heç vaxt görmədim. Amma yağışın səsini hiss etdim. Mən Fatimə, bugün sizi öz qaranlıq dünyama qonaq edəcəm. Bəli, kitablar oxuyuram. Ulu Öndər Heydər Əliyevin kitabını oxumuşam. Ulu Öndər Heydər Əliyevin çoxlu kəlamları var. Məsəl üçün demişdir ki, tarixini unutmayan xalq hər zaman güclü və yenilməz olar. Və bu doğrudur. Oxuyuram. Ulduzlar qanadım olsaydı mənim, mən sənin yadına uçardım həmmən. Əlləri məninə. Ulu Öndər Heydər Əliyev bu dövləti qurub. Cənab Ali Başkomandan İlham Əliyev bugünkü qüdrətinə çatdırıb. Ulu Öndər Heydər Əliyevçi olmayan adam nə qədər savadlı olursa olsun, bu xalqına, bu millətinə yararlı insan ola bilməz. Allah Ulu Öndərimiz Heydər Əliyevə rəhmət eləsin. Dinlə ürəyimin qəm-qüssəsini, mən yaxşı bilirəm ayrılıq nədir. Küləklər könlümün munaləsini. Mən sizi gözlərimlə görə bilmirəm, amma qəlbimlə deyə bilərəm ki, bu vətən üçün, bu torpaq üçün canından, qanından keçmiş şəhidlərimiz var. Allah onlara rəhmət eləsin, ruhları qarşısında baş əyirəm. Şəhidlik zirvəsi ən böyük zirvədir, Allaha yaxın olan bir yerdir. Allah onlara rəhmət eləsin, Allah şəhid analarına səbir versin. Sizin adınız hər zaman yaddaşlarda, tarixlərdə yazılacaq. Biz sizin sayənizdə rahat gülə bilirik, rahat yaşayırıq, rahat nəfəs ala bilirik, mahnı oxuya bilirik. Sizə buna görə çox borcluyuq. Allah ruhunuzu şad eləsin. Bağladı bu yerə, bu göyə, ilahi. Mənim üçün incəsənət musiqisində yaranan mənim ən sevdiyim müğənnilər sırasında Aygün bəylər hər zaman dinlədiyim müğənni, ən sevdiyim müğənnilərdən biri. Allah rəhmət eləsin, ruhu qarşısında baş əyirəm. Brilliant xanım Dadaşova mənim ən sevdiyim müğənnilərdən biri. Flora Kərimova ən sevdiyim müğənnilərdən və sair. Amma mənim ən çox dinlədiyim sözləri hər zaman Baba müəllim Vəziroğluya və yaxud da Leyla xanım Əliyevaya aid olur. Musiqisi isə hər zaman Kamal müəllimə aid olur. Hər üçünə çox təşəkkürümü bildirirəm. Hər üçünün mahnılarını çox sevirəm. Çox gözəl mahnıları var. Hər zaman onların mahnılarına mən baxıram, yəni onların mahnılarını oxuyuram. Ən sevdiyim onların mahnılarıdır. Onların mahnılarına pərəstiş eləyirəm. Mən sizə sözləri Baba müəllim Vəziroğluya, musiqisi isə Kamal müəllimə aid olan Ulu Öndərimiz Heydər Əliyevə həsr olunmuş çox gözəl bir bəstədir. Çox sevirəm bu bəstəni. Hər zaman oxuyuram. Heydər xalqım deyəcək, xalq Heydər söyləyəcək. Əsər olacaq. İnşallah ki, bəyənərsiniz. Sən elə bir zirvəsən, küləklər neyləyəcək? Dünənim, bugünümsən, səninlədir gələcək. Nə qədər Azərbaycan
Nə qədər bu millət var, Heydər xalqım deyəcək, xalq Heydər söyləyəcək, Heydər xalqım deyəcək, xalq Heydər söyləyəcək. Mən söhbət eləyəcəm sizlərlə. İnsan yaxşılıq nə üçün eləyir deyə bir şey düşünmüşəm. İnsan yaxşılığı əslində özü üçün eləyir. Yəni insan yaxşılıq elədikcə yanında insanın iki dənə mələk olur. Biri yaxşılığı yazır, biri də pisliyi. İnsan heç kimin qəlbini qırmamalıdır. Məsəl üçün birinin istədiyini eləməlidir, birinin uğurunu qısqanmamalıdır, birinin uğuruna zərər verməməlidir. Mən də sizə deyirəm ki, hər zaman yaxşılıq eləyin. Çünki yaxşılığa yaxşılıq hər adamın işidir. Yamanlığa yaxşılıq mərd adamın işidir deyərlər. Mən də hər zaman yaxşılıq eləməyə çalışıram ki, yaxşılıqda görüm. Və məncə siz də yaxşılıq eləyin və Allaha daha yaxın məqamda olun. Allaha daha yaxın, sevdiyi gözəl bəndələrdən olun deyirəm. Yaxşı ki varsınız, yaxşılıq eləyin, yaxşılıq görün, sevilin. Mən də elə yaxşılıq eləyirəm ki, hər zaman sevilim. Həyatdan gileylənən insanlara demək istəyirəm ki, bu həyatdan naşükür olmayın. Həyatdan gileylənmək şükür eləməməkdir, naşükür olmaqdır ki, mən bunu istədim, bu gəlmədi, onu istədim, o gəlmədi. Naşükür olmayın, hər şeyin ən yaxşısına qarşı can atmayın. Tövsiyə edirəm ki, həyata güvənsinlər, həyata inancını itirməsinlər heç kim. Həyat gözəldir də, həyat bumerangdır. Gözəl əməllər gəlib gözəl insanları tapacaq, pis əməllər isə gəlib hər zaman həyatdan gileylənsələr də, gileylənməsələr də pis insanlar tapacaq. Həyat xoşbəxt olmaq üçün bir yerdir. Məyusluq öldükdən sonra da ola bilər. Əslində mənim üçün ən böyük zənginlik Allaha inanmaq, Allaha ibadət eləmək, onun peyğəmbərlərinə, imamlarına, əhl-i-beytinə inanmaq, vicdanlı yaşamaq, doğru yaşamaq, həyatı sevmək, düzgün yolda olmaq, gözəl qəlbi olmaq, təmiz qəlbi olmaq, heç kimin haqqını yemədən hara özü üçün çalışmaq, acgözlük eləməmək, mənim üçün ən böyük zənginlik budur və dostluq, mərhəmət, mənim üçün ən böyük zənginlik bunlardır. Mənim üçün ən böyük çətinlik qardaşımın bu dünya ilə vidalaşması, cənnətə köçməsi olub. O, bu il aprelin 17-si bu dünya ilə vidalaşdı. Allahdan rəhmət diləyirəm. Özüm qardaşımın ruhu qarşısında baş əyirəm. Yeri cənnət olsun, məkanı cənnət olsun. Mənim üçün ən çox üzüldüyüm, belə qəhərləndiyim gün o gün olmuşdu. Amma artıq anladım ki, qardaşım cənnətdədir. Elə yaxşı ki, çox da ağlamamışam. Amma sonra mənə başa salıblar ki, qardaşım cənnətdədir. Yaxşı ki, hələ çox ağlamamışam. Yoxsa səhərdən axşama qədər bütün gün ağlayardım. Nə yaxşı ki, mənə başa salıblar ki, qardaşım cənnətdədir. Əziz insanlar, bu səssiz qəbirlər bizə həyatın nə qədər qısa olduğunu xatırladır. Bugün burada yatanlar da bir zamanlar bizim kimi gülürdü, danışırdı, arzular qururdu. Və zaman keçdi və onlar artıq Allahın huzuruna qovuşdular. Ona görə də bir-birimizi qırmayaq. Sevdiklərimizin, ailəmizin, yaxınlarımızın qədrini bilək. Yaxşılıq eləməyə çalışaq. Çünki insan bu dünyadan gedəndə yanında yalnız etdiyi yaxşı əməllər qalır. Allah bütün dünyasını dəyişənlərə rəhmət eləsin. Həmçinin qardaşım da onların içində. Yanır bu ocaq, yanıb külü qalacaq. Bilmirəm nə olacaq, olan xatirədir. Niyə çıxdıq yola biz
Bəli, dəyərli izləyicilərimiz, mən sizə sonluqda bir şey demək istəyirəm. Bəzən insan görmək üçün göz lazım olmur insana. Onun qəlb gözü açıq olandan sonra heç gözə ehtiyacı da yoxdur. Qəlb gözü, bəsirət gözü onun əsl gözlərindən də yaxşı görə bilir. Yəni bunu gözləri görənlərə deyirəm ki, belə şeyləri biraz anlasınlar. Yəni qəlb gözü ilə görmək lazımdır. Yaşıl